Cədvəldəki yanlış fikirləri müəyyən edin. K hərfi K kimi tələffüz olunur, K hərfi İh kimi tələffüz olunur. İndi biz bunu olunmayanlarını seçməliyik. Yeni fikirli, K hərfi K kimi tələffüz olunur. Sümük İh kimi tələffüz olunur. İndi gəlir sağ tərəfə. Ürəkli, bir də püşk atma. Deməli, buradan bu doğrudur, bu səhvdir. Bu doğrudur, bu səhvdir. Düzdür? Cavab nə olacaq? 2-4 A variantı. Sual işarəsinin yerinə yazıla bilməyəcək sözü müəyyən edin. Amonim sözdür, çoxmayan sözdür. Burada verilənlərdə biz ortaya, sual işarəsi ortadadır. Gəlin görək hansı söz bu ortaya yazıla bilməz. Yəni hansı söz eyni anda həm amonim, həm də çoxmayan söz kimi işlənə bilməz. Yol işlənə bilir, daş işlənə bilir, həm amonim, həm çoxmayan söz kimi. Dolu işlənə bilir, həm amonim, həm çoxmayan söz kimi. Kök işlənə bilir, amma əqrəb sözü ancaq amonim üçün işlənə bilir. Ona görə də sualın cavabı olur Y variantı. Uyğunluğu müəyyən edin. Kimi sözü qeyri-müəyyən əvəzlik kimi işlənmişdi, kimi sözü qoşma kimi işlənmişdi. Evə kimi gəldiyinə görə təşəkkür edirəm. Burada nə deyəcəyik? Kimi sözü qoşma kimi işlənib. Bunu yazırıq bura. Tapşırığı kimi lövhədə, kimi yerində işləyir. Bəli, burada qeyri-müəyyən əvəzlikdir. Ona görə bunu qeyd edirik bura. Burada kimi gözlədiyini heç kim bilmirdi. Kimi burada sual əvəzliyidir. Ona görə də heç bir yerə getmir. Sənin kimi oğlu olan ana necə xoşbəxtdir. Burada da qoşma kimi işlənib. Cavab olur 1B, 2AD, C variantı. Yer zərfi işlənməyən cümləni müəyyən edin. A. O içəri göndərdiyi adamın nə edəcəyini gözləyir. İçəri yer zərfidir, işlənib. İndi həmin usta öz ayağı ilə gəlib bura çıxmışdır. Bura yer zərfidir, işlənib. Tədbirdən sonra dostu ilə geri qayıtdı. Geri yer zərfidir, işlənib. Düşərgədən biraz yuxarıda sərin solu bir bulaq varmış. Yuxarıda yer zərfidir, işlənib. Qonaq hamı ilə görüşdükdən sonra eyvana qalxdı. Bu cümlədə yer zərfi yoxdur. Cavab olur Y. Verilmiş nümunədəki köməkçi hissələrin işlənmə ardıcıllığını müəyyən edin. Bəlkə elə doğrudan da bu bəhanə ilə suyun kənarında gözləyim, axşama qədər evə getməyim. Hə, necə olar? Bax, bəlkə nə deyəcəyik? Modal söz deyəcəyik. Düzdür? Bəli, bunu yazıq modal söz. Elə doğrudan da elə ədat deyəcəyik, doğrudan da yenə modal söz deyəcəyik. Bu bəhanə ilə buna qoşma deyəcəyik. Suyun kənarında gözləyim, axşama qədər qoşma, evə getməyim. Hə, yenə ədat deyəcəyik, necə olar? İndi bax, modal söz, ədat, modal söz, qoşma, qoşma, ədat. Modal söz, ədat, modal söz, qoşma, qoşma, ədat cavab olur D variantı. Sözlərdən biri qızınmaq sözü ilə eyni köklü deyil. Qızınmaq sözün kökü qızmaq feilidir, qızınmaq. Yəni feildən düzəlmiş sözdür. Fikir versəz görərsiniz ki, məsələn, qızdırmaq feildən düzəlmiş sözdür, qızğın feildən düzəlmiş sözdür, qızdırıcı feildən düzəlmiş sözdür, qızışmaq feildən düzəlmiş sözdür. Amma qızarmaq sözün kökü qızardı, qız deyil. Ona görə də cavab olur C. Cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Son vaxtlar övlad həsrəti qövr edən yaralar kimi qəlbini göynədir. Doğrudur, yanlışdır. Buradan doğru olanı seçməliyik, buradan yanlışı seçməliyik. Təsvirlənməyən feil tərkib yaratmışdır. Qövr edən yaralar kimi, yəni övlad həsrəti qövr edən yaralar kimi qəlbini göynədir. Yəni burada övlad həsrəti qövr edən tərkib yaratmıyor. Bu təkdir. Deməli, bu səhvdir. Qoşma bənzətmə çalar yaratmışdır. Yaralar kimi necə? Bəli, bu doğrudur. Bir olan bəndləri çıxırsınız. Cavab ya budur, ya bu. İsimlər yiyəlik, adlıq və təsirlik haldadır. Övlad həsrəti yiyəlik, adlıq, təsirlik. Bu doğrudur. Təsvirlənən feilin kökü amonimdir. Göynəmək sözün kökü göynədir. Aydın olur, göy deyil. Ona görə burada amonimlik yoxdur. Cavab oldu 2-4 D variantı. Hansı cümlədə quruluqca düzəltmə söz işlənməyib? A. Uzaqdan qızının gəldiyini görəndə kişi dirçəldi. Burada düzəltmə söz var? Yoxdur. B. Müğənninin kövrək səsi hamını qüssələndirdi düzəltmə. Dostunu görəndə qəsdən ləngidi ki, onunla getsin, ləngidən ləngimək. Bəbəkləri kiçik ulduzlar tək kiçilib solğunlaşıbdır. Solmaqdan solğun, solğundan solğunlaş. Aramızdakı sükut mənə bir qədər uzun göründü, görməkdən də görünmək.
Deməli, cavabımız nə olur? A bəndəki cümlədə quruluqca düzəltmə söz işlənməyib. Cavab olur A. Cümlələrin birində çoxaltma dərəcəsində olan sifət işlənməyib. Sözləri Nigarı harasa lap uzaq yerlərə uçub getmiş xəyaldan ayırdı. Lap uzaq yer. Çoxaltma dərəcəsində sifət. Ona çox pis təsir edirdi ki, bu dost doğma adam onu qəsdən incidir. Dost doğma. Çoxaltma dərəcəsində olan sifət. Axar sulara yamyaşıl don geyinmiş meşəyə baxmaqdan doymurdu. Yamyaşıl. Çoxaltma dərəcəsində olan sifət. Zilqara saçı ortadan iki yerə ayrılmış, səliqə ilə örülmüşdür. Zilqara çoxaltma dərəcəsində olan sifətdir. Atasının yad bir adam kimi dayanıb boylanmasına dözə bilmədi. Bu cümlədə çoxaltma dərəcəsində olan sifət yoxdur. Cavab olur Y. Hansı cümlədə o əvəzlindən sonra vergül qoyula da bilər, qoyulmaya da? A bənd. O çox əziz bir adamını əbədi itirdiyini anladı. Burada köməkçinin səsi gəldiyinə görə bununla qoyulmayacaq. O dayanıb istehza ilə ona baxan adama gözünü zillədi. Feil gəldiyi üçün qoyulmayacaq. O özü də hiss etmədən gah gülümsünür, gah ciddiləşirdi. Əvəzlik gəldiyi üçün qoyulmayacaq. O evi satandan sonra ailəsi ilə şəhərə köçmək istəyib də var. O evi satandan sonra. Deməli, buradakı onu həm şəxs əvəzli, həm də işarə əvəzli kimi düşünmək mümkündür. Cavab olacaq D variantı. O hissli qapıya yaxınlaşsa da bayıra çıxmadı. Burada vergül qoyulacaq. Yəni qoyulmaya bilər söhbəti bura getmir. Cavab oldu D. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndəki problemin həlli üçün atılan addımlar. 1. İsmailin qardaşına tabi olmaması. Mətndə bu haqda belə bir şey yoxdur. Ona görə biri mətndəki problem kimi götürə bilmərik. İki başçı arasında yaranmış ziddiyyət. Bəli, burada göstərir ki, Lələ nə deyir? Sən ağıllı oğlansan, atandan sonra Səfiyyəviyyə təriqətinin başçısısan. Bir də Ağqoyunların başçısı Rüstəm Mirzə. İki başçılar arasında ziddiyyət edir ki, Ərdəbil Ağqoyunların paytaxtçılığına son qoymalısan. Bəli, bu problemi göstərə bilərik. İkini qəbul edirik. İndi gəlir sağ tərəfə. Problemin həlli üçün atılan addımda İsmailə öyüd nəsihət vermək. Bu elə deyil. Düşmənlə təmkinli davranmaq. Ona görə unutma, bu gündən düşmənlə də dost kimi danışmağı bacarmalısan. Bunu qəbul edirik. Şərtləri əvvəlcədən müəyyən etmək. Əsas şərt hansı şərtləri irəli sürərsən, bunu da doğru qəbul edirik. Cavab olur 2, 4, 5 A variantı. Mətnə əsasən düzgün fikirləri müəyyən edin. Hüseyin Lələbəy Sultanəli haqqındakı fikirləri müqayisə eləyək. Peşmanlıq hissi keçirir, mətndə belə bir fikir yoxdur. Dövlət işlərində təcrübəlidir. Əlbəttə ki, mətndə bu öz əksini tapıb, doğrudur. 2 olan bəndləri saxlayırsınız, digərlərini çıxırsınız. 2 ilə başlayanlar daha doğrusu. Daxili tərəddüd yaşayır, bəli. Burada deyir, mən Rüstəm Mirzə ilə görüşmək istəmirəm. Niyə? Səbəbini özün bilirsən. Onlar mənim qan qohumum olmaqla bərabər həm də qan düşmənlərimdir. Burada müəyyən bir tərəddüd yaşayır. Ona görə biz bunu götürə bilərik daha doğrusu. Həm də burada belə bir fikir səsləndir ki, mən hələ başçı olmağa hazır deyiləm. Bax, bunu da götürə bilərik. Məğlubiyyətinə görə ruhdan düşüb elə bir şey yoxdur mətndə. Məsuliyyət hissinə malikdir. Bəli, hər ikisi məsuliyyət hissinə malikdir. Sultanəli özünü təriqət başçısı kimi görmür, istər bu məsuliyyətini, vəzifənin ağırlığını qəbul edir. Hüseyin Lələ də Heydərin övladlarını qoruyur və onların gələcəyi ilə bağlı ciddi qərarlar verir. Bu da hər ikisinin məsuliyyət hissinə malik olmağını göstərir. Cavab olur 2, 3, 5 D variantı. Aşağıdakılardan hansında Hüseyin Lələbəyin davranışı ilə məqsədi arasında uyğunluq düzgün verilib? A bəndinə baxırıq. İsmaili nəzarətdə saxlaması hərbi təhlükənin qarşısını almaq. İsmaili nəzarətdə saxlaması hərbi təhlükə yox, təhlükəsizlik və himayə məqsədi daşıyır. Sultanəliyə məsləhət verməsi şəxsi nüfuzunu artırmaq. Burada şəxsi nüfuzu deyil, Sultanəlinin yetişməsi üçündür. Müqavilə bağlaması ziddiyyətləri zorla həll etmək yox, müqavilə danışıq deməkdir, razılaşma deməkdir. Ona görə də bunu çıxırıq. Diplomatik davranışı tövsiyə etməsi siyasi sabitliyə nail olmaq. Bəli, cavab bunu götürə bilərik ki, burada deyir, çalış ki, düşmənlə də dost kimi danışmağı bacarmalısan. Bu diplomatik davranış tövsiyə etməkdir. Bu tövsiyənin də məqsədi qarşı düşməni azaltmaq və siyasi sabitliyə nail olmaqdır. Bunu doğru deyə bilərik.
Heydərin çalmasını qoruması maddi dəyəri saxlamaq, yox, mənəvi simvolik dəyərə malikdir. Cavab oldu D variantı. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Mətnə görə müəyyən etmək olur. Mətndə bu haqda məlumat yoxdur. Baxaq görək. Hüseyn Lələbəy Heydərin övladlarını qorumağı özünə borc bilir. Bəli, bunu mətndə müəyyən eləyə bilərik. Başlayan orada hiss olunur ki, Lələbəyin davranışları, övladları qoruması, İsmaili nəzarətdə saxlaması, gələcəklərlə bağlı qərarlar verilməsi onun Heydərin övladlarını qorumağı mənəvi borc saydığını göstərir. Bir olan bənddə, birlə başlayan bəndləri saxlayırsınız, digərlərini çıxırıq. Heydər Rüstəm Mirzə ilə döyüş zamanı həlak olmuşdur. Mətndə bu haqda məlumat yoxdur. Mətnə görə müəyyən eləyə bilmirik bunu. Mətndə məlumat yoxdur. Sultanəli Rüstəm Mirzənin hərbi cəhətdən üstündür. Belə bir şey yoxdur mətndə. Hüseyn Lələbəy ölkədəki qarışıqlığın təriqət üçün təhlükə yarattığını düşünür. Bax, burada deyir ki, bəli, ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz başçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlardan asılı qalsa, onda heç nəyə nail ola bilməyəcək. Bu məlumat mətndə var. Buradan soldan 1-i, sağdan 3-ü seçirik və cavab olur 1, 3, Y variantı. Mətndən belə nəticəyə gəlmək olar. 1. Qan qohumluğu düşmənliyə mane ola bilməz. Bax, burada nə deyir? Deyir, səbəbini özün bilirsən. Onlar mənim qan qohum olmaq bərabər, həm də qan düşmənlərimdir. Bəli, belə bir nəticəyə gələ bilərik ki, qan qohumluğu düşmənliyə mane ola bilmir. Ona görə 1-i qəbul edirik. İki qardaş fərqli xarakterə malik ola bilər. Burada mətndə Sultanəli ilə İsmailin xarakterləri müqayisə olunmur. Ona görə də biz bunu çıxırıq. Həbsxana həyatı insanın xarakterini dəyişir. Yəni burada İsmailin zindanda böyüməsi qeyd olunur, amma xarakterinin dəyişməsi haqqında belə bir nəticə deyə bilmərik. Azadlıq arzusu insana məxsus ali duyğudur. Bəli, bunu deyə bilər ki, İsmailin azadlığı dadmaq istəyi bu ümumiləşdirilmiş nəticəni çıxarmağa imkan verir. Cavab olur 1-4 C variantı. Biri, mətnin plan bəndi ola bilməz. 4 divar arasında keçmiş uşaqlıq, bunu İsmailin zindan həyatı və azadlığa çıxması hissəsini əks etdirə bilən plan kimi götürə bilərik. Sədaqətli himayəçinin tövsiyəsi Hüseyn Lələbəyin Sultanələ verdiyi tövsiyələri qəbul edə bilərik. Düşmənlə dost kimi danışmaq məsələsi. Gələcəklə bağlı əminlik və arxayınlıq yenə Hüseyn Lələbəyin Rüstəm Mirzə ilə müqavilə imzalandığını və şərtlərin qəbul ediləcəyini əminliklə bildirilməsi bəndinə uyğun edə bilərik. Qayğı və isti münasibətin qarşılığı, bunu da düşünə bilərik ki, o sonda nə deyir? Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmirsən. Sənin hər sözün bizim üçün qanundur. Necə deyirsən, qoy elə də olsun. Bax, bu plan bəndi kimi düşünə bilərik. Düşərgədə keçirilən hərbi təlimlər mətndə demək olar ki, belə bir şey yoxdur. Ona görə də bu plan bəndi ola bilməz. Cavab olur Y. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin mənası müəyyən edin. Lələ isə oğlanı bir an belə gözündən qoymadı, daim nəzarətdə saxladı. Yəni, nəzarətdə saxlamaq deməkdir. Cavab olur B variantı, daim nəzarətdə saxlamaq. Mətnə görə Ərdəbilin müstəqilliyin əsas şərti nədir? Bax, burada deyir ki, ən əsas şərt budur ki, sən Ərdəbilin Ağqoyunlu paytaxtına asılılığına son qoymalısan. Deməli, bu sualın cavabı da elə bu olacaq. Ağqoyunlu paytaxtının asıllığının sona çatması. Cavab olur C. Dostlar, gündə tanınar. Hikmətli kəlamı mətni hansı obrazla əlaqələndirmək olar? Təbii ki, Hüseyn Lələbəy ilə əlaqələndirmək olar. O, dostun övladlarına çətin vəziyyətdə köməyə çatır. Ən çətin gündə köməyimizə gəlmirsən. Hüseyn Lələbəy yaza bilərik. Hansı obraz deyəndə Hüseyn Lələbəy yazıb cavablandırırıq. Mətndə çərçivədə verilmiş ifadə həqiqi mənada işlənmişdir, məcazi mənada işlənmişdir. Mətndəkindən fərqli mənada cümlədə işlədin. Azadlığı dadmaq istəyir, təbii ki, məcazi mənada işlətmişdir. Məsələn, qeyd eləyər ki, stoldakı yeməklərdən daddır. Həqiqi mənada işlədirik. Bax, belə cavablar yazıb sualı yekunlaşdıra bilərsiniz. Mətndə belə bir fikir yoxdur.
Bəzi kəşflərdə müayinə, bəzilərindən isə müalicə zamanı istifadə olunur. Bəli, mətndə qeyd olunur. Penisilindən müalicə zamanı istifadə olunur. Bu rentgendən də müayinə zamanı istifadə olunur. Bunu mətndən əsaslandıra bilərik. Tibbi ixtiraların bəzilərinin kim tərəfindən kəşf edildiyi sir olaraq qalır. Mətndə hamısının adı verilib. Bu yoxdur. Tibb sahəsindəki uğurlu kəşflər bütün insanlığın mənafeyinə xidmət edir. Əlbəttə ki, insanlığın sağlamlığına xidmət edir. Doğrudur. Müasir dövrdə də penisilin ən güclü antibiotik hesab etməyə davam edirlər. Mətndə belə bir fikir yoxdur. 1-lə 3 çıxırıq, cavab olur 2-4 B variantı. Mətndə danışılmır. Civənin bahalı maddə olmasından, insan orqanizminin müqavimətindən, antibiotiklərin insanların həyatını xilas etməsindən, termometrin işləmə prinsipindən. Yəni, civənin bahalı maddə olmasından, mətndə civənin qızıl və gümüşlə müqayisəsi onun qiymətinə görə deyil, yalnız fiziki halına görə. Bərk və civə isə mayedir. Onlar bərk, bunlar isə maye şəklində olduğuna görə bu müqayisə olunur. Yəni, demir ki, qızıl gümüş kimi nədir, qiymətlidir və s. və s. Burada fikir deyir ki, civə qızıldan və gümüşdən fərqli olaraq maye halında olur və istiliyi çox olanda genişlənir. Bunu müqayisə olunur. Yəni, qiymətdən söhbət getmir. Deməli, bunu seçirik. İnsan orqanizminin müqavimətindən mətndə yenə öz təbii gücü haqqında deyil, antibiotikin zərərli mikroorqanizmlərə qarşı yaratdığı immunitetdən danışılır. Yəni, insan orqanizmi müqavimətindən, özünün özü üzərində gücündən danışılmır. Antibiotiklərin insanların həyatını xilas etməsindən bəli danışılır. Bu 4-cü abzasda öz əksini tapıb. Bunu danışır kimi deyirik. Termometrin işləmə prinsipindən də bu da yenə 3-cü abzasda öz əksini tapıb. Deməli, cavab olacaq 1-2 D variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin kontekstə görə qarşılığının işləndiyi cümləni müəyyən edin. Bu cihazla bədən hərarətini ölçmək təxminən 5 dəqiqə çəkirdi. Burada zaman müddət davam edirdi mənasındadır. 5 dəqiqə davam edirdi. Və bu mənadan yola çıxaraq D bəndən fikir verin. Babamın bizi danlamağı axşama qədər davam edirdi. Buradakı davam etdiyi ilə çəkmək axşama qədər çəkdi. Bir-biri nədir? Qarşılıq kimi işlənə bilər. Ona görə də cavab olur D. Üzərində rəqəm yazılmış sözlər hansı cümlələrdə həqiqi və məcazinə görə kontekstdəki mənada işlənmişdir? Yəni, mətndəki ilə eyni mənadan söhbət gedir. Düzdürmü? Bədən hərarəti həqiqidir burada. Parlaq gümüşü, bu da həqiqidir. 3 buradaydı. Ekranda açıq rəngdə həqiqi, tünd kölgə şəklində həqiqi. İndi biz mətndəki ilə eyni mənada tapmalıyıq da kontekstə görə. Sözlərində elə böyük qayğı, hərarət duydum ki, hərarət burada məcazi. Mətndəki ilə eyni deyil. Parlaq boya tətbiq ediləcək metal səth qalıqlardan təmizlənmişdir. Parlaq var, bu eynidir. Bacımla mənim paltarım eyni rəngdə idi, amma görünüşü fərqli idi. Mətndəki ilə eynidir. Keçmişin kölgəsi burada məcazidir. Deməli, 1 ilə 4-ü çıxırsınız, cavab olur 2-3 Y variantı. Mətnə əsasən düzgün əlaqələri müəyyən edin. Səbəb və nəticə cədvəlidir. Gəlin görək hansılar da düzgün əlaqələnmə baş verib. Civənin yüksək temperaturda genişlənmə xüsusiyyəti var. Bədən hərarəti yüksək olduqda termometrin içindəki civə yuxarı qalxır. Bəli, bu mətndə öz əksini tapıb. İstidən genişlənməsi məsələsi 1 doğrudur. 1 ilə başlayanları saxlayırsınız, digərlərini çıxırıq. İnfeksiyon xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədqiqat aparılmışdır. İlk antibiotik olan penisilin kəşf olunmuşdur. Yəni, penisilin sırf bunun tədqiqatı nəticəsində yox, təsadüf nəticəsində kəşf olunub. Deməli, biz bunu qəbul etmirik. Əvvəlki termometrlər müasir tələblərə cavab vermir. Hal-hazırda termometrlər elektronik sensorla əlavə edilib. Xeyr. Yəni, mətndə köhnə termometrlərin tələblərə cavab vermədiyi deyilmir. Yəni, əvvəlki sistem indikində də bəzilərində davam edir. Yəni. Tədqiqat işi zamanı unudulan qabın üzərində kif yaranmışdır. Kifin yarandığı yerdə bakteriyalar azalmışdır. Bəli, bu da səbəb nəticə kimi öz əksini tapır. Cavab olur 1-4 Y variantı. Mətn əsasında cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Yəni, buradan hansına məlumat varsa onu götürürük, hansına məlumat yoxdursa sağdan da onu götürəcəyik. Termometr sındığı zaman uşaqları dərhal otaqdan çıxarmaq, otağın havasını dəyişmək lazımdır. Mətndə belə bir fikir var, yox. Rentgen cihazı insanın həm sümük, həm də yumşaq toxumalarını görməyə imkan verir.
Bu mətndə öz əksini tapıb, ona görə də bunu qəbul edirik. Orada yazılıb da sümük açıq rəngdə yumuşaq toxumalar tünd gölgə şəklində görünür. Bu mətndə öz əksini tapmışdır. Bax burada bu abzasda bu var. Gəlirik sağ tərəfə. Penisilin zərərli bakteriyaları məhv etməklə yanaşı insanların müalicəsinə faydalı rola malikdir ki, bunu da mətndə görə bilirik. Yer üzündə istehsal olunan civənin təxminən 3-dən 1-i tibb sahəsində istifadə olunur. Mətndə belə bir məlumat yoxdur. Soldan 2-ni, sağdan 4-ü götürük. Cavab olur 2-4 A variantı. Antibiotiklər zərərli mikroorqanizmləri məhv edir. Onlara qarşı immunitet yaradır. İnfeksiyon xəstəliklərin yayılmasının qarşısını alır. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək olar? Bax, bu abzasa fikir verin. Burada antibiotiklardan danışılır. Düzdür. Bax, buna əlavə edə bilər. Sayaq görə 1, 2, 3, 4-cü abzas cavab olur 4-cü B variantı. Bəs hansı ixtiralar tibb sahəsində köklü dəyişikliklərə səbəb olmuşdur? Cümləsi mətnin neçənci abzaslarını əlaqələndirə bilər? Ümumiyyətlə, ixtiralar 1-ci abzasdan danışılır. Düzdür. Tibb sahəsində yaranan ixtiralar insanların xəstəlikdən qoruyur. Onları düzgün müayinə və müalicə etmə imkanı. Bəs hansı ixtiralar tibb sahəsində köklü dəyişikliklərə səbəb olmuşdur? Bunu buraya yazırıq və 2-ci abzasdan əlaqələndirə bilərik. Düzdür. Buna görə də başlayırıq. 1-ci və 2-ci abzas hardadır? C variantı. Yəni 1-dən başlayıb digər abzaslarını əlaqələndirə gedir. Cavab olur verilənlər içərisində C variantı. Mətnə görə bəzi kəşflər təsadüfdən yaranır fikrini təsdiq edən fakt yazın. Mətndə, bax, son abzasda penisilinin kəşfinin təsadüfən yarandığını deyir. Düzdür, qeyd edə bilər ki, penisilin gərgin əməyin nəticəsi yox, təsadüfün nəticəsində kəşf olunmuşdur. Penisilin gərgin əməyin nəticəsində yox, təsadüfən kəşf edilmişdir. Təsadüfən kəşf edilmişdir. Və bunu qeyd edə bilər. Burada fikir verin. O adi tədqiqat işi zamanı mikroskopun altında yaddan çıxardığı qabın üzərində kif gördü. Kifin olduğu yerdə bakteriyalar azalmışdı. Sonra yeni testlər etməyə başladı və kifin bakteriyaları məhv etdiyini müşahidə etdi. Beləliklə, bir çox əlacısız xəstəliklərin müalicəsinə imkan yarandı. Deməli, bax, buna əsasən deyə bilərik ki, penisilin gərgin əməyin nəticəsi kimi yox, təsadüfən kəşf edilmişdir. Mətnə əsasən cədvəl doldurun. Müayinə zamanı istifadə olunan tibbi ixtira, müalicə zamanı istifadə olunan tibbi ixtira. Müalicə zamanı penisilin yazırıq. Penisilin. Müayinədə də rentgeni yazırıq. Bir də nə yazırıq? Termometri. Termometr. Bax, bu kimi cavablar yazıb sualı yekunlaşdıra bilərik.